Salam, hər vaxtınız xeyir. Bugün sizə pensiya yaşına çatmadan pensiya kapitalından istifadənin mümkün olub-olmaması barədə məlumat vermək istəyirəm. Belə ki, son günlərdə bu məsələ aktuallaşıb və mən müxtəlif xəbərlərə rast gəlirəm. Eyni zamanda mənə bununla bağlı suallar ünvanlanır və bildirilir ki, hansı formada istifadə etmək olar, krediti necə ödəmək olar pensiya kapitalından və s. və ilaxır. Qeyd edim ki, hal-hazırda pensiya yaşına çatmadan pensiya kapitalından istifadə ilə bağlı mexanizm mövcud deyildir. Yəni, indiki halda bu mümkün deyil. Son günlərdə bu məsələnin aktuallaşmasına səbəb bununla bağlı Milli Məclisdə müzakirələrin aparılmasıdır və eyni zamanda bildirim ki, bu müzakirələr artıq bir neçə ildir davam edir və əminəm ki, əgər bununla bağlı konkret normativ hüquqa qəbul olunarsa və pensiya yaşına çatmadan pensiya kapitalından istifadə mümkün olarsa, bu zaman ictimaiyyət ətraflı qaydada məlumatlandırılacaq və artıq mövcud mexanizmi hansı formada müraciət olunmalıdır, hansı qaydada istifadə etmək olar, bu məsələlər artıq öz təsdiqini tapacaqdır. Hal-hazırda pensiya yaşına çatmadan pensiya kapitalından istifadə etmək mümkün deyil.